Yenə də çıxın deyin ki, normadan artıq yağıb. Axşamdan, indi də günortadır. Bir sutka deyil. Amma şəhərin eyni yerləri, eyni ünvanları suyun altındadır. İnsanlara nə qədər ziyan dəyib. Yenə də məhəllələr, yenə də nə bilim haralar suyun altındadır. İndi gözləyin, bir gün keçsin, çıxın deyin, 2 gündür yağır deyə belədir. Yarım gün yağıb, vəziyyət belədir. Və illərdir eyni açıqlama. Amma artıq görürəm ki, heç o açıqlamaya da məcburiyyət, zərurət görmürsünüz. Çünki saymırsınız, adam yerinə qoymursunuz. Hətta belə biraz da kobud desək, eşşək yerinə qoyursunuz cəmaatı. Niyə yenə vəziyyət belədir? Yarım gün yağıb. İnsanlar qalıb suyun altında. Bakının kəndləri, nə bilim, mərkəzindən nə qədər yerlər, vəziyyət nə yerdədir, özünüz görürsünüz. Adam danışmağa söz də tapır, adamın dili topuq vurur. Niyə? Çünki deyiləcək sözlər burada danışılacaq sözlər deyil.